Biri gəldi İmam Rza ilə görüşdü. Dedi, ağacan, dedi, bəli. Dedi, bir dərdim var, dedi, buyur. Dedi, bir fəqirlik üst tutub mənə. Ruzimdən bərəkət çəkilib. Neyniyim? Necə ineyim? Elə əlimi nəyə atıram, bərəkət yoxdur. Qazanıram da bərəkət yoxdur. Neyniyim ağacan? Dedi, istiğfar elə. Əstəğfirullah Rabbi və etub ileyh. Dedi, baş üstə. Getdi. İkinci gəldi. Sahabələr də orada idi, İmam Rızanın yanında olanlar. Daha mənim də bir dərdim, müşkülüm var, dedi, buyur. Dedi, mənim övladım olmur. Övladım olmur. Həkimlərə də geyirəm. Gedirlər. Neyniyək? Ağa vaxtı onu dedi, istiğfar elə. Əstəğfirullah Rabbi və etub ileyh. Bu da getdi. Üçüncü adam gəldi. Dedi, mən filan məntəqədən gəlmişəm. Neçə vaxtı yağış yağmır. Quruluqdur. Əkinlər əkmişik, heç nə. Vəziyyətimiz pisdir. Neyniyim ağacan? Dedi, əstəğfirullah Rabbi və etub ileyh. Üçü də gedəndən sonra səhabələr gəldi İmam Rza ilə. Çəkildilər kənara, dedi, ağacan, dedi, bəli. Dedi, 3 dənə dərd deyildi, bir dənə nüsxə verdi. Axı, dərdə uyğun olmalıdır nüsxə. 3 dənə dərd, bir dənə nüsxə. Niyə? Dedi, Quran deyir. Gör nə qədər Quranla ünsiyyət var, sıx. Nə deyir, ayə deyir. Dedi, Quran harada deyir bunu? Dedi, siz ayə oxumamışsınız ola bilsin. Allah Quranda buyurur. Nuh Peyğəmbərin dili ilə. Fəqultu istəğfiru Rabbəkum. İnnəhu kənə qəffara. Rəbbinizdən bağışlanmaq deyin. Əstəğfirullah Rabbi və etub ileyh deyin. Nə olacaq? Yursilus səma aleykum midrara. Birinci xeyri budur. Sizə göydən bol yağış endirər. Yumditkum bi ənvalin. Mal dövlət verər. Və bənin. Oğul uşaq əta eləyər. İstiğfar eləyin. Ayədir bu. İstiğfar eləyin. Allah övlad verər. İstiğfar eləyin. Quru yerə yağış yağar. İstiğfar eləyin. Fəqirliyiniz varsa fəqirliyiniz həll olar. Ayədir bu. Biz bunu gündə oxuyuruq. Amma imam ruhu ilə, batini ilə ünsiyyət qurub. Ayənin davamı da maraqlı deyə. Yec'alləkum cənnatin və yec'alləkum ənhara. O sizin üçün bağlar yaratdı, bağçalar yaratdı, çaylar axıdar. Axırda gəlir deyir, ma ləkum la tərcunə lillahi vəqara. Belə Allahın əzəmətini niyə qorumursunuz? Bir dənə əstəğfirullah üçün qapılar açır. Belə Allahın əzəmətini niyə qorumursunuz?